Mən ölmüşdüm. Əvvəlcə tavanda, bədənimdən bir neçə metr yuxarıda olduğumu hiss etdim. Aşağı baxanda həkimlərin məni xilas etmək üçün necə çabaladığını, ailəmin ağladığını görürdüm. Sonra sanki bir vakuum məni özünə çəkdi. Qaranlıq bir tunel və sonunda o qeyri-adi, dünyada bənzəri olmayan parlaq işıq. Orada zaman anlayışı yox idi. Sanki sonsuzluqla bir an eyni şeyə çevrilmişdi. Gördüyüm o məkan, təsviri mümkün olmayan, hər yerin sevgi və sükunətlə dolu olduğu o yer, ora qayıtmaq istədiyim yeganə evim idi. Bu, kliniki ölüm keçirib geri dönən bir insanın yaşadığı o sərhəd təcrübəsidir. Yəqin ki, siz də belə hekayələr eşitmisiniz. Ölənə yaxın əvvəlcə vəfat etmiş yaxınlarını görənlər, işıq tunelindən keçənlər və ya bədənindən ayrılıb dünyanı xaricdən izləyənlər. Bu hekayələr min illərdir insanlığın kollektiv yaddaşında cənnət və cəhənnəm, reinkarnasiya və axirət inamlarını formalaşdıran təməl daşları olub. İnsan beyni oksigensiz qalıb sönməyə başlayanda belə sanki mövcudluğun davam etdiyinə dair bir illüziyaya, bir ümid işığına yapışır. Bəs nə üçün biz bu qədər çarəsizcəsinə sonun olmadığını sübut etməyə çalışırıq? Arxeoloji qazıntılarda tapılan 50 min illik qəbirlərə baxın. İbtidai insan ölüsünün yanına silahlarını, yeməyini, hətta bəzən sevdiyi bəzəklərini qoyurdu. Onlar ölənin o biri dünyada ac qalacağını və ya ovlanacağını düşünürdülər. İnsan o dövrdən bəri tanrıları, mifləri və müqəddəs mətnləri eyni ehtiyacla inşa etdi. Ölümün yaratdığı boşluğu doldurmaq. Amma gəlin özümüzə qarşı dürüst olaq. Biz həqiqətənmi ölümdən qorxuruq? Yoxsa bizi yuxularımıza qədər izləyən, hər addımımızda kölgə kimi arxamızca düşən şey tamam başqadır? Həqiqət budur. İnsan heç vaxt ölümün özündən qorxmayıb. Axı ölüm heç bir ağrının, heç bir problemin və ya qorxunun olmadığı bir yoxluqdur. İnsan beyni yoxluğu dərk edə bilmir. Çünki varlıq, təcrübə və məlumat üzərində proqramlaşmışıq. Hələ eradan əvvəl 4-cü əsrdə yaşamış antik Yunan filosofu Epikür ölümü belə izah edirdi. Ölüm olanda mən yoxam, mən olanda isə ölüm yoxdur. Elədirsə ölümdən niyə qorxum? Deməli, ölüm prosesinin özündə qorxulu heç nə yoxdur. Qorxu tamam başqa şeydədir. Bugün biz ölüm qorxusunun arxasında gizlənən həmin təməl səbəbi araşdıracaq və yenə insan psixologiyasının qaranlıq tərəflərinə maraqlı səyahət edəcəyik. Videoya başlamazdan əvvəl çəkilən əziyyətə dəstək olub videonu bəyənib paylaşdığınız üçün hər birinizə ayrılıqda təşəkkürümü bildirirəm. Başlayaq. İnsan beyninin təkamül baxımından ən fundamental vəzifəsi orqanizmi qorumaq və həyatda saxlamaqdır. Biz təbiətdə digər canlılar ilə 100 min illər boyu birlikdə yaşamışıq. Bu az vaxt deyil. Təsəvvür edin ki, biz müasir şəhərlərdə və bu yeni, modern dünyada heç 500 il deyil ki, yaşayırıq. Amma 100 min illər insanın genetik yaddaşı üçün böyük zamandır. Təbiətdə pələngin pəncəsi, sürətli qaçışı və kəskin dişləri onun sağ qalmağına kömək edirdi. Quşların uçmaq qabiliyyəti, meymunların uzun qolları, timsahın iri çənəsi və ya ceyranların həddən artıq sürətli qaçışı. Amma insanda bunların heç biri yox idi. İnsanı həyatda saxlayan yeganə orqanı onun beyni idi. O alət düzəltməyi, mağara tapmağı, ocaq qalamağı, öz beynini işlədərək tapmağa məcbur idi. Bu, bizim beynimizi təkamülün zirvəsinə daşıdı. Biz digər canlılardan şuurumuzla seçilməyə başladıq. Zamanla beynimiz bizə bütün digər güclü canlıları üstələməyə kömək etdi və bizi yer üzünə hökm edən canlı növünə çevirdi. Amma beynin bu inkişafı insanın həm də lənətinə çevriləcəkdi və onu heç gözləmədiyi çətinliklərə salacaqdı. İnsan beyni gecəni izləyərkən pələngin xışıltısını eşitməyi deyil, görəsən sabah hava necə olacaq, görəsən sabah yemək tapacam kimi sualları emal etməyə başladı. Biz təhlükəni fiziki pəncədən zehni ehtimallara daşıdıq. Təkamül bizə beynimiz ilə nəticəni görmə bacarığını öyrətdi. Bu bacarıq alət düzəltməyə, ocaq qalamağa və mədəniyyət yaratmağa imkan verdi. Lakin bu, bizim əlimizdən ən böyük neməti, indiki anda qalmağı aldı. Biz artıq yalnız indiki zamana görə yaşamırdıq. Biz gələcəyin qorxusunu bugündən yaşamağa başladıq. Beyin inkişaf etdikcə o, özünün yox olacağını dərk etdi. Bu, digər canlılarda olmayan bir lənət idi.
Ceyran ot yeyərkən ölüm qorxusu yaşamır. O sadəcə otunu yeyir, suyunu içir və yatır. İnsan isə oturduğu yerdə heç bir fiziki təhlükə olmadığı halda öz ölümünü indidən düşünməyə başlamışdı. Çünki beyni artıq səbəb-nəticə əlaqəsini qura bilir, müşahidə aparır və düşünərək onu təhlükələrdən qorumağa çalışırdı. Beləliklə insanın ən qəddar düşməni nə vaxtsa üz-üzə gələcəyi pələng, nə də acılıqdır. Onun əsl qorxusu qeyri-müəyyənlikdir. Ölüm bizə qorxulu gəlir, çünki o məlum olanı əlimizdən alır və bizi bir boşluğa, heç kimin xəritəsini çəkə bilmədiyi o naməlum diyara atır. İnsan beyni təkamülün bizə bəxş etdiyi ən mükəmməl, lakin bir o qədər də tələbkar bir qəlibləmə mexanizmidir. Biz dünyanı, münasibətləri və hətta hisslərimizi belə qutulara yerləşdirmədən rahatlıq tapa bilmirik. Beynimiz bizə hər saniyə əmr edir. Müəyyən et, adlandır, səbəbini tap. Çünki bizim üçün adlandırılmış şey nəzarət edilə bilən şeydir. Münasibətlərdə yaşadığımız ayrılıqları düşünün. Bizi ən çox incidən nədir? Bəlkə də sevgilimizin getməsi deyil. O getdikdən sonra sabahımın necə olacağını bilməmək qorxusudur. Biz ayrılarkən kədərlənirik, çünki beynimizin illərlə müəyyən kimi qəbul etdiyi, proqnozlaşdırdığı o gələcək xatirəsi bir anda cırılır. Mən sabah nə edəcəm? İndi kiminlə danışacağam? Həyatımın rutinləri necə dəyişəcək? Bu sualların cavabsız qalması beynimizi həyəcan siqnalına sövq edir. Biz kədərlənirik, çünki əlimizdəki sabitlik qəlbi parçalanıb və qarşımızda nəhəng, qaranlıq, qeyri-müəyyənlik uçurumu açılıb. Eyni vəziyyət iş həyatı üçün də keçərlidir. İşini itirmək qorxusu sadəcə pulsuz qalmaq deyil, sabahın gözlənilməzliyinə düşmək qorxusudur. İnsan beyni üçün ən təhlükəli şey hadisələrin gedişatını idarə edə bilməməkdir. Yaxınlarımızı itirəndə ağlayırıq. Bəs biz əslində kimin üçün ağlayırıq? Onun çəkdiyi ağrı üçünmü? Yox, biz onun əslində nə hiss etdiyini bilmirik və heç vaxta bilməyəcəyik. Biz ağlayırıq, çünki o bizim həyatımızdakı müəyyənlik sütunlarından biri idi. Onun varlığı bizim kimliyimizin bir hissəsini təşkil edirdi. O gedəndə beynimiz şoka düşür. Bəs indi bu boşluğu kim dolduracaq? Mənim həyat rejimimdəki o yer indi nə ilə dolacaq? Bu çox təkəbbürlü və instinktiv bir həqiqətdir. Biz yas tutanda əslində özümüzün təhlükəsizlik hissimizin yox oluşuna ağlayırıq. Biz ölən adamın məkanına deyil, öz gələcəyimizdəki o boşluğa kədərlənirik. Bu, insan egosunun və sağ qalma instinktinin ən dərin nöqtəsidir. Qərb fəlsəfəsinin böyük mütəfəkkiri Immanuel Kant deyirdi ki, biz dünyanı olduğu kimi deyil, öz beynimizin bizə təqdim etdiyi qəliblər vasitəsilə görürük. Yəni biz qeyri-müəyyənliyi təbii vəziyyətimiz kimi qəbul edə bilmirik, ona öz anlayışlarımızı yüklüyürük. Digər tərəfdən Viktor Frankl öz loqoterapiya nəzəriyyəsində insanın məna axtarışının təməlində məhz bu qeyri-müəyyənliyi ram etmək istəyinin olduğunu vurğulayır. Franklın sözləri ilə desək, insan həyatın mənasını tapmaq üçün qaranlığa bir məşəl tutmağa məcburdur. Çünki mənasızlıq və qeyri-müəyyənlik insanın dözə biləcəyi ən ağır yükdür. Şərq fəlsəfəsində isə xüsusən taoizmdə tamamilə fərqli bir yanaşma var. Taoizm deyir ki, qeyri-müəyyənlik kainatın təbii axışıdır. İnsanın qorxusu isə bu axışa qarşı çıxmaq və hər şeyi sabit saxlamaq istəyidir. Bir çayın axışı kimi həyat da dayanıqsızdır. Bizim əzabımız isə o çaya maneə qoyub onu dayandırmağa çalışmaqdır. Psixologiyadakı əxlaqi lisenziya və ya özünü doğruldan proqnoz anlayışlarını götürək. İnsan qeyri-müəyyənliyin gətirdiyi həyəcandan qaçmaq üçün bəzən özünə saxta inanclar yaradır. Məsələn, mən yaxşı bir insanam, ona görə də mənə pis bir şey olmayacaq deyə düşünürük. Bu, beynimizin qeyri-müəyyənliyi ədalət qəlibinə salma cəhdidir. Reallıqda isə təbiət neytraldır. O bizim yaxşı və ya pis olmağımızla maraqlanmır. Bir digər maraqlı psixoloji nümunə isə qorxu idarə etmə nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə insan ölüm qorxusunun, yəni o böyük qeyri-müəyyənliyi susturmaq üçün öz mədəniyyətinə, milliyyətinə və ya dininə aşırı dərəcədə bağlanır. Biz özümüzü böyük bir ideologiyanın parçası kimi göstəririk ki, beynimiz mən yox olsam belə qoyduğum miras və ya aid olduğum qrup yaşayacaq deyə özünü sakitləşdirsin.
Biz özümüzü ölümsüz bir sistemə bağlayırıq ki, o naməlum boşluqdan qaça bilək. Beləliklə, bütün bu dediklərimizdən aydın olur ki, bizi gecələr yuxusuz qoyan, səhərlər narahat oyanmağımıza səbəb olan əsas qüvvə ölümün özü deyil, onun bizə miras qoyduğu o uçurumdur, qeyri-müəyyənlik. İnsan beyni təkamülün milyon illər ərzində formalaşdırdığı bir təhlükəsizlik alqoritmi üzərində işləyir. Bu alqoritmin tək bir məqsədi var: proqnozlaşdırmaq. Biz keçmişi analiz edib gələcəyi cızmağa çalışırıq ki, ayağımızın altındakı torpaq bərk olsun. Lakin qeyri-müəyyənlik bu torpağı ayağımızın altından çəkən nəhəng bir zəlzələ kimidir. Beynimiz bu boşluq qarşısında nə edəcəyini bilmir. Çünki sistemimiz bilməmək üçün deyil, təmin etmək üçün kodlanıb. Bu, insanı dərin şok və davamlı stres halına salır. İnsanların illərlə eyni, bəzən özlərinə belə zərər verən, ruhlarını çürüdən işlərdə qalmasını, o kreslolara yapışmasını heç düşünmüsünüzmü? Onlar o işi sevmir, hətta nifrət edirlər. Amma tərk edə bilmirlər. Niyə? Çünki o kreslo, o maaş, o rutin onların həyatındakı müəyyənlik adalarıdır. İşi tərk etmək, bilinməyən bir sabaha addım atmaq deməkdir. İnsan üçün isə o naməlum sabah vəhşi bir meşədə yırtıcı ilə üz-üzə qalmaq qədər təhlükəli bir stimul yaradır. Eyni şəkildə həyatına heç bir dəyər qatmayan, onlarla villa alan, qızıl və pullarını yığan insanlara baxın. Bu sadəcə tamah deyil, bu ibtidai instinktin müasir dünyadakı ifrat formasıdır. Daxilindəki o qədim mağara sakini pıçıldayır: qızıl topla, əmlak yığ, ambarları doldur. Çünki qıtlıq gələcəksə hazırlıqlı olmalısan, gələcəyini müəyyən et. İnsan öz sonlu olduğunu bildiyi bir həyatda əsla istifadə edə bilməyəcəyi qədər çox mal-mülk yığaraq, əslində ölümün ona gətirəcəyi qeyri-müəyyənliyi satın almaqla, yəni təminatlandırmaqla sakitləşməyə çalışır. Gəlin bu qorxunun həyatımızdakı digər qəribə təzahürlərinə baxaq. Toksik münasibətlərdən qopmamaq. Bir çox insan bədbəxt olduğu bir münasibəti bitirməkdə çətinlik çəkir. Çünki ayrılıqdan sonra nə olacağı qeyri-müəyyəndir. Tək qalmaq ehtimalı bədbəxt cütlük kimi yaşamaq ehtimalından daha qorxulu gəlir. İnsan tanıdığı bədbəxtliyi tanımadığı bir azadlığa üstün tutur. Səhhət narahatlığı. Bədənində kiçik bir ağrı hiss edən insan niyə dərhal ən pis senariləri düşünür? Çünki o bilmək istəyir. Beyin üçün mən sadəcə yorulmuşam demək, əlimdə konkret cavab yoxdur deməkdən daha rahatdır. İnsan hətta pis bir diaqnozu belə diaqnozsuzluqdan, yəni qeyri-müəyyənlikdən üstün tuta bilər. Çünki diaqnoz ən azından həll edilə bilən bir qəlibdir. İnformasiya asılılığı. İnternetdə hər şeyi araşdırmaq, hər xəbəri izləmək ehtiyacımız da bundandır. Biz dünyada baş verən hər şeydən xəbərdar olmaq istəyirik ki, qəfil bir sürpriz ilə qarşılaşmayaq. Bu, beynin qeyri-müəyyənlik şokunu azaltmaq üçün etdiyi bir növ xəbərdarlıq sistemi yeniləməsidir. Cəmiyyətin olduğu hala şükür etməsi və inkişafdan qorxması. Bu, qeyri-müəyyənliyin ən geniş yayılmış sosial formasıdır. İnsanlar bəzən özlərini dəyişməyə, inkişaf etməyə və ya mövcud sistemi sorğulamağa qorxurlar. Halına şükür etmək bəzən sadəcə bir məmnunluq deyil, əslində gələcəyin qeyri-müəyyənliyindən qaçmaq üçün bir müdafiə mexanizmidir. İnsan düşünür ki, əlimdəki bu azla, bu çətinliklə yaşamaq bəlkə də gələcəkdə qazanacağım yeni və naməlum bir uğurun gətirəcəyi risklərdən daha etibarlıdır. Bu, cəmiyyəti yerində saymağa məcbur edən kollektiv bir qorxudur. Biz hər hansı bir yeniliyə və ya köklü dəyişikliyə xeyri yoxdur, belə yaxşıdır deyərək qarşı çıxırıq. Çünki dəyişiklik hər zaman bir qeyri-müəyyənlik gətirir. Beynimiz isə qeyri-müəyyənliyin olduğu o yeni, işıqlı, lakin naməlum yollardansa tanıdığımız və proqnozlaşdıra bildiyimiz o qaranlıq, bədbəxt halına şükür zonasına keçir. Qeyri-müəyyənlik qarşısında beynimiz donur. Bu, heyvanlar aləmindəki ölü roluna girmə reaksiyasının zehni formasıdır. İnsan gələcəyin qeyri-müəyyən olduğu anlarda fokusunu itirir, qərar verməkdə çətinlik çəkir və panikaya düşür. Çünki sistemimiz cavab verə bilmədiyimiz sualları öhdəsindən gəlinməmiş düşmən kimi qəbul edir. Beləliklə, insanın ölüm qorxusu, yəni o dözülməz qeyri-müəyyənlik hissi cəmiyyəti yeni bir zərurət qarşısında qoydu: müəyyənlik yaratmaq.
insan zəkası boşluğa dözə bilmirdi. Bizə cavablar, xəritələr və sonun necə olacağına dair ssenarilər lazım idi. İbtidai icmalarda beyni digərlərindən bir qədər daha çevik işləyən, hadisələri müşahidə edib onlar arasında əlaqə qura bilən kahinlər və ya şamanlar ortaya çıxdı. Onlar qeyri-müəyyənliyin yaratdığı o dərin boşluğu doldurmaq üçün ilk ssenaristlər oldular. İcmanın birlikdə yaşaması, işlərin nizamlı getməsi və qorxunun əsarətində məhv olmamaq üçün onlar ölümdən sonraki həyat haqqında əfsanələr uydurmağa başladılar. Bu, ilk böyük sosial mühəndislik layihəsi idi. Qorxunu ümidə çevirmək. Əvvəllər bu inanclar bəsit idi. İnsan təbiətdəki hər hadisənin, ildırımın, yağışın, günəşin və ya qıtlığın arxasında bir iradə olduğunu düşünürdü. Əgər ildırım çaxırdısa, deməli yuxarıda hirsli bir varlıq var idi. Bu, bizə nəzarət hissi verirdi. Əgər mən ona qurban versəm, o ildırımı dayandıracaq. Artıq dünya təsadüfi deyil, idarə olunan bir yerə çevrilirdi. Qeyri-müəyyənlik şuurlu bir tanrının qəzəbi ilə əvəz olunurdu ki, bu da beynimiz üçün bilinməyəndən daha rahat idi. Qədim Misirlilər bu qeyri-müəyyənliyi ram etməyi üçün bəlkə də tarixin ən nəhəng layihəsinə imza atdılar. Onlar ölümə yoxluq kimi deyil, sadəcə başqa bir ölkəyə köçmək kimi baxırdılar. Mumyalanma prosesi bədəni çürüməkdən qoruyaraq ruhun evini saxlamaq cəhdi idi. Bu, tamamilə beynin müəyyənlik tələbinin nəticəsi idi. Qəbirlərə qoyulan əşyalar, yeməklər, paltarlar, hətta oyuncaqlar ölən insanın o biri dünyada da məlum bir yaşayış tərzi sürəcəyini təmin etmək üçün idi. İşin ən dəhşətli və dramatik tərəfi isə kral və ya zadəgan ölərkən onunla birlikdə dəfn edilən xidmətçilər və ya ev heyvanları idi. Bu, o biri dünyada da sahibinə xidmət etmək inamı ilə bağlı idi. Bu davranış insanın mənini o qədər önəmsəməsi idi ki, hətta ölümün hökmünü belə öz iradəsinə tabe etdirməyə çalışırdı. O biri dünyanı bu dünyanın bir kopyası kimi qurğuluyurdu ki, qorxu yox olsun. Dünyanın fərqli coğrafiyalarında da eyni müəyyənlik ehtiyacı fərqli hekayələrlə qarşımıza çıxırdı. Skiflərdə və Hunlarda qəhrəman öləndə onun ən sevdiyi atı və silahları ilə dəfn edilirdi. Döyüşçü öz dünyasını o biri dünyaya daşımalı idi ki, naməlumluq onu udmasın. Mayalar və Azteklər, onlar üçün qurban vermə ritualı sadəcə bir dini vəzifə deyil, kainatın nizamını və müəyyənliyini qorumaq üçün bir qarantiya idi. Günəşin hər sabah doğması onlara görə insan qanı və inancı ilə müəyyənləşirdi. Yunan mifologiyasında isə Hades dünyası o qədər detallı təsvir edilirdi ki, sanki kimlərsə ora gedib qayıtmışdı. Çayın adından qayıqçının xidmətinə qədər hər şey bəlli idi. Bu detallaşdırma beynimizin bilinməyənə qarşı duyduğu o qorxunc boşluğu doldurmaq üçün çəkilmiş ən gözəl zehni xəritə idi. Çünki beynimiz bir şeyi nə qədər detallı təsvir edə bilsə, bizim üçün bir o qədər həqiqi olur. Bir hekayə nə qədər çox qaydaya malikdirsə, bir o qədər müəyyəndir. Kahinlər və rəhbərlər ölümü bir keçid dövrü kimi təsvir edərək cəmiyyəti daha vahid bir ideya ətrafında birləşdirirdilər. İnsanlar artıq öləcəm və yox olacam qorxusu ilə deyil, yaxşı yaşasam, əcdadlarımla qovuşacam ümidi ilə yaşayırdılar. Bu, minlərlə il ərzində insanlığın sağ qalmasını təmin edən ən güclü psixoloji qalxan idi. İnsanlar villalar, qızıllar və hakimiyyət arxasınca qaçarkən, əslində ölümdən sonraki qeyri-müəyyənlik boşluğunu özlərinin müəyyənlik sığınacaqları ilə doldurmağa çalışırdılar. Biz o biri dünya üçün yaşadıq, o biri dünya üçün tikdik və o biri dünyanı öz dünyamızın qanunlarına görə yenidən qurduq. Biz tarixin ilk ssenaristləri olaraq ölümü bir son deyil, bir ardıcıllıq kimi göstərməyə məcbur idik. Çünki əks təqdirdə kainatın o nəhəng boşluğu qarşısında heç bir rəhbərin, heç bir tanrının kömək edə bilmədiyi o naməlum qarşısında biz çoxdan yox olardıq. İndi bütün bu uzun və qaranlıq yolun sonunda əslində nə ilə qarşılaşdığımızı bir daha nəzərdən keçirək. Biz ölümdən qorxduğumuzu sanırıq, amma öyrəndik ki, bizi titrədən şey nəfəsimizin kəsilməsi deyil, o nəfəs kəsildikdən sonra gələcək bilinməzlikdir. İnsanlıq tarixi elə bu qeyri-müəyyənlik pələngindən qaçmaq üçün tikilmiş nəhəng bir sığınacaqdan ibarətdir.
Ancaq bir şeyi dərk etməyin vaxtı çatıb. Həyat öz suallarının cavabını axtaranın meydanıdır. Əzbərlənmiş nağıllara sığınanların deyil. Düşünün, biz doğulduğumuz andan etibarən beynimizin o boşluqdan qorxan ibtidai hissəsinə müntəzəm olaraq kosmetik cavablar vurulur. Valideynlərimiz, cəmiyyət, məktəb sistemi hamısı bir ağızdan bizə qəliblər təqdim edir. Məktəbi bitir, diplom al, evlən, yaşa, öl. Bu yolun hər addımı qeyri-müəyyənlik qorxusunu yatıran bir sakitləşdiricidir. Bizə niyə sualını verməyəcəyi qədər doyumlu cavablar verilir. Dinlər, ideologiyalar, hətta müasir istehlak mədəniyyəti hamısı insanın o bitib tükənməyən suallarına hazır cavablar paketləyib bizə təqdim edir. Amma bu cavablar bizi inkişaf etdirmir, bizi süni bir yuxuda saxlayır. İnkişafdan qalan, cəmiyyətin təkrarı olan o milyonlarla insanın sirri budur. Onlar özlərinə yaradılmış saxta müəyyənlik qəliblərinin içində çox rahatdılar. Çünki sorğulamaq, araşdırmaq və həqiqəti axtarmaq o qeyri-müəyyənlik uçurumuna bir addım daha yaxınlaşmaqdır. İnsan isə bu uçurumdan qorxur. Bəs o münasibətlərimizdəki o bitməz tükənməz problemlərin, xəyanət qorxusunun, ayrılıq acısının kökündə nə dayanır? Yenə də qeyri-müəyyənlik. Siz tərəf müqabilinizi tamamilə tanıdığınızı və gələcəyinizin onunla müəyyən olduğunu düşünərək özünüzə bir xəritə cızırsınız. O xəritə cırılan kimi, yəni münasibət çat verən kimi dünyanızın dağılması bundan qaynaqlanır. Çünki siz ona deyil, özünüzün yaratdığınız müəyyənlik illüziyasına aşiq idiniz. Eyni şey iş itirmək qorxusuna, övladınızın gələcəyi ilə bağlı narahatlıqlara da aiddir. Siz qeyri-müəyyənliyi yox etməyə çalışdıqca özünüzü daha çox əsir edirsiniz. Amma həqiqəti qəbul edin. Gələcək deyə bir yer yoxdur. Gələcək sadəcə bizim beynimizin qurduğu bir proyeksiya otağıdır. Təbiətdə heç bir şir 5 il sonrasını düşünmür. Heç bir ceyran sabahki otlağın xəritəsini çəkmir. Onlar anda yaşayırlar. Onların sağ qalması qorxularının deyil, instinktlərinin və anın reallığının məhsuludur. Bizim isə ən böyük lənətimiz sabahı bugündən yaşamağımızdır. İndi bir anlıq dayanın, qəlbinizin döyüntüsünü hiss edin, otaqdakı sükunəti, nəfəsinizi dinləyin. Bütün fəlsəfi və psixoloji məktəblərin ta qədim stoiklərdən tutmuş müasir dərindən düşünən beyinlərə qədər bizə deməyə çalışdığı tək bir həqiqət var. Siz qeyri-müəyyənliyi ram edə bilməzsiniz, onu yalnız qucaqlaya bilərsiniz. Həyatın dadı onun məlum olmağında deyil, gözlənilməz olmasındadır. Sabah günəşin doğacağının qarantiyası yoxdur, amma bugün günəşin istisini hiss etməyiniz bir həqiqətdir. Sağlamlığınız, əlinizdəki bir tikə çörək, yanınızdakı bir dostun gülüşü, bunlar müəyyənlik qəliblərinizdən daha çox dəyərlidir. Özünüzü o qədim qorxunun əsarətindən qurtarın. İbtidai beyinlərinizə hər şey nəzarətim altındadır yalanını danışmağı dayandırın. Nəzarət bir illüziyadır, azadlıq isə həqiqəti dərk etməkdir. Həqiqəti bildiyiniz zaman o soyuq həqiqət sizin üçün ən möhkəm qalxan olacaq. Çünki artıq heç nə sizi qəfil yaxalaya bilməyəcək. Siz artıq dəyişənlərin və qeyri-müəyyənliyin həyatın təbii rəqsi olduğunu bilirsiniz. Rahat olun, siz kainatın boşluğunda tək deyilsiniz. Siz o boşluğu dərk edən və ona məna verən yeganə şüursuz. Qorxunu buraxın, çünki qorxduğunuz şeyin özü belə həyatın bir parçasıdır. Sabah nə olacağını bilməməyin verdiyi o həyəcanı yaşamağın ən saf forması kimi qəbul edin. Bilin ki, ən böyük kəşflər, ən böyük sevgi hekayələri və ən dərin dərrakə anları məhz o qeyri-müəyyənlik dənizinin ən dalğalı yerlərində baş verir. Qorxunu bir kənara qoyub o dalğalarla üzməyə başladığınız an əsl azadlıq başlayacaq. Özünüzü düşünün, anı yaşayın və gələcəyin qaranlığına deyil, bu günün işığına baxın. Növbəti görüşümüzə qədər bilin ki, qeyri-müəyyənlik sizin düşməniniz deyil, o sizin həyatınızın rəngləridir. Hələlik, anın dadını çıxarın. Növbəti videoda həyatın başqa bir qaranlıq küncünə işıq salmaq üçün yenidən görüşənədək.